Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə sertifikasiyaya düşmüş olan iki sualın müzakirəsini edəcəyik. Hansı ki, mən ilk başda video izah çəkmişdim, amma bəzi suallar vardı ki, onlarla razılaşmadığım üçün mən bu video izahı sildim. E, Belə deyək, əks fikirlər olacağını düşündüyüm üçün paylaşmadım. Daha doğrusu paylaşdım, sonra sildim. İndi mənim öz əsas fikirlərimə gəldikdə, ilk sual üzərində müzakirəni etmək istəyirəm. 13-cü sualımız. E, 13-cü sualda nə deyir? Parabizanlar deyir, ekoloji piramidanın neçənci halqasında yerləşir? Bu sual bir çox müəllimlər arasında müzakirələrə səbəb oldu ki, bu necə olur ki, parabizanları gətirib üçüncü halqaya yerləşdirdik biz, ikinci dərəcəli konsument olaraq adlandırdıq. Bu necə baş verdi? Əziz müəllimlər, əslində fikrinizdə haqlısınız. Burada bizə deyilən parabüzənlər sözündən biz konkret hansı parabüzəndən söhbət getdiyini anlaya bilmərik. Sadəcə burada parabüzənlər sözündə mən sadəcə parabüzən sözünü görürəm, hansı ki bu mənə cins səviyyəsində, yəni sistematik kateqoriyada cins səviyyəsində verilmiş bir addır. Heç bir halda, heç bir elmdə, heç bir ölkədə bu şəkildə adlandırılma edilmir. Çünki bu ümumi bir adlandırmadır. Hətta mən deyərdim ki, bizim dərsliklərdə bir çox adlar ki var, onların hamısını sırf növ və cins olaraq, hətta latınca adlandırma olaraq qeyd etsələr daha yaxşı olar və bu cür nədir, yanlışlıqlar baş verməz. Sözüm nədədir? Məsəl üçün, burada parabüzənlər deyəndə mən yenə də deyirəm, mən bilə bilmərəm burada hansı parabüzəndən gedir. Elə parabüzən var gedib ot yeyər, elə parabüzən var gedər mənənə yeyər. Nə olsun ki, kitabda qeyd olunub ki, hə, parabüzən mənənə yeyir. Tamam, qeyd olunsun, amma hansı parabüzən qeyd olunmur. Ona görə də bu şəkildə hətta kitabda yazılmış məlumata da biz nə edə bilərik? Etirazımızı bildirə bilərik. Bir başqa şeyin üzərindən gedək. Tutaq ki, mən hər hansı bir göbələk adı deyək ki, Aspergillusdan söhbət gedir. Mən Aspergillus adını deyirəmsə, mən bu göbələyin cins olaraq adını demiş oluram. Adama deyərlər Aspergillus'un o qədər növü var ki, Aspergillus niger var, Aspergillus parasiticus var, Aspergillus alesius var, nə bilim nə var, nə var, nə var. Yəni bunu sabaha kimi saymaq olar. Bunların hamısı eyni mi olacaq? Xeyr. Elə göbələk var ki, məsəl üçün Aspergillus alesius dediyim insanda parazitlik edə bilir, xəstəlik törədə bilir. Aspergillus niger dediyim isə o qədər də yəni təhlükəli bir növ hesab olunmur. Amma hamısının cins olaraq yerləşdiyi yer nədir? Aspergillusdur. Bunun hamısını yəni ümumiləşdirə bilmərəm mən. E, Bu səbəbdən də, yəni bu şəkildə bir açıqlama etdiyimiz zaman parabüzənlərin mən e, ot yeyən, belə deyək, növlərini nəzərimdə tutub da deyə bilərəm ki, hə, bu birinci səviyyədə olan redusent olsun, daha doğrusu produsent olsun və produsentlərlə qidalanan həmin bu parabüzənlər gəlib də yerləşsin ikinci səviyyədə. Yəni bunlar hansı parabüzənləri nəzərdə tuturam? Ot yeyir, otla qidalanır, bitki ilə qidalanır parabüzən. Yəni mən bu şəkildə də bunu qeyd edə bilərəm. Bu səbəbdən bunu bu şəkildə testi verib də öz yanlarından hə bu açıqlamanı verib də ki, parabüzən mənə nə yeyir? Doğrudur, kitabda yenə deyirəm, var. Hətta sürfəsi 1000, səhv etmirəmsə, yetkin fərdi 4000 mənənə ilə qidalanırdı deyə bildirilir. Amma parabüzən, hansı parabüzən? Adamdan bir soruşarlar, hansı parabüzən? Hansı növə aid olanı? Və yəni yenə deyirəm, ümumi bir adlandırma burada nə olacaqdır? Yanlış olmuş olacaqdır. Buna görə də mən təklif edərdim ki, müəllimlərə neynəsinlər? Bir ərizə şəklində və yaxud da hansısa bir şəkildə apellyasiyaya müraciət etsinlər və haqlarını tələb etsinlər. Burada mən Murad müəllim olaraq doğru cavab 2-ni seçərəm və bunun da sübutunu bu şəkildə vermiş olaram. Daha sonra bir sualımız da var idi, balina ilə bağlı.
Balina ilə bağlı sualımızda nə deyir? Şəkildə verilən canlıda degenerasiyaya uğrayan hissəni seç deyir. Balinada kitabda, onun sinif kitabında degenerasiya ilə bağlı məlumatda balinanın arxa qurşaq hissəsinin deqnerasiyaya uğradığını, rudiment halda olduğunu göstərilir. Hətta şəkildə də bu hissəsində kiçik bir çıxıntı şəklində göstərilmişdir. Burada doğru cavab olaraq arxa ətrafın sərbəst hissəsi seçilib, amma mənə qalsa, yəni bu deyilənlərə ümumi diqqət etsəm, mən nə seçərəm? Arxa ətrafın elə qurşaq hissəsini seçmiş olaram. Yəni mənim bunu seçməyim də yenə də doğru şəkildə qəbul edilməlidir. Əgər ki, yenə deyirəm, yanlışlıq olmasını istəmirsənsə, testivi doğru şəkildə tərtib et ki, bu şəkildə problemlər yaranmasın və yaxud da bu cavabların ümumi hamısını çıxart, elə yaz arxa ətrafın skeleti. Bu şəkildə yaz ki, müəllimlər də neynəsin, bu cür fikir ayrılığına düşməsin. Belə, degenerasiya zaten özü nə idi? Degenerasiya bir şeyin sadələşməsi, bir şeyin tamamilə yoxa çıxması və yaxud da rudiment halda qalması bu şəkildə belə deyək, anlaşılan bir terim idi. Və yenə deyirəm, tam dəqiqliklə kitabda da zaten bildirilib, yazılıb, söz şəklində də verilib ki, balinanın arxa qurşaq hissəsi nədir? Qurşaq skeleti rudiment halda qalmışdır. Belə olduğu halda yenə də deyirəm, mən D variantını seçərəm və buna da heç kim nədir? Yanlış olaraq qəbul edə bilməz. Əgər ki, fikir ayrılığı yaşanırsa, sən doğru cavab olaraq Y variantını, yəni arxa ətrafın sərbəst hissəni seçib də kənara durursansa və heç bir şəkildə bu müraciətlərə baxmırsansa, deməli yanlış sənin özündədir, müəllimlərdə deyil. Bu cavabların ikisini ləğv edib bunun yerinə bir variant olaraq başqa bir tamamilə bir şey qoymaq lazım idi. Birinə isə arxa ətrafın skeletini qoymaq lazım idi ki, bu şəkildə anlaşılmazlıqlar yaranmasın. Belə əziz müəllimlər, deyəcəklərim bu qədər idi. İnşallah ki, müraciətlərini edərsiniz, haqqınızı tələb edərsiniz və bu haqlı tələbdə də uğur qazanmış olarsınız. Sağ olun, salamat qalın.